Bura Bakının 2-ci xiyabanı. Burada qəbirstanlıqların sayı hesabı yoxdur. Əslində çox insan qəbirstanlığa gələndə qorxur. Ümumiyyətlə, gec-tez hər birimiz öləcəyik. Mən buradan acgöz insanlara səslənirəm ki, ey haramxorlar, ey acgözlər, ey yığdıqca gözləri doymayanlar, ey pul hərisləri, ey var-dövlət hərisləri, siz öləndə özünüzlə ondan nə aparacaqsınız, hə? Nə? Əgər yaxşı əməl sahibi olsanız, sizdən sonrakılar sizə rəhmət oxuyacaq. Deyəcək, Allah rəhmət eləsin, filan kəs yaxşı insan idi. Yox, əgər zülm edənlərdən olsanız, həm o dünyada, axirətdə Allah sizi haqq hesaba çəkəcək və öz cəzanızı verəcək, həm də ki, pis əməllərinizə görə pislik elədiyiniz insanlar sizi söyəcək və deyəcək, Allah lənət eləsin, haqqımı halal eləmirəm, Allahın ən ağır cəzası ona nəsib olsun. Yaxşısı budur ki, yaxşı əməl sahiblərindən olun ki, rəhmət qazanasınız. Pis əməl sahiblərindən olub, söyüş qazanmayın. Heç nə aparmayacaqsınız. Bütün yığdığınız var dövlət burada qalacaq. Lap qəbrinizə də doldursalar, sizə qəbirdə olan heç bir faydası olmayacaq. Sizə qəbirdə faydası olan ancaq sizin etdiyiniz yaxşı əməllər, doyurduğunuz ac qarınlar olacaq. Çalışın, yaxşı əməl sahibindən olun. Zülm eləməyin. And olsun Allaha, qiyamət günü hər əməlimizin haqq hesabını verəcəyik. Unutmayın.